BMT-nin Cenevra ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində münaqişə bölgələrində uşaqların hüquqları adlı yan tədbir keçirilib. Tədbirdə Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb. Ermənistan tərəfindən pozulan insan hüquqları Qərbi Azərbaycandan deportasiya olunan uşaqlara da təsirsiz ötüşməyib. Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən 10 minlərlə uşaq yaşadığı doğma torpaqlardan deportasiya olunub. Toplantıda dünyada uşaqların taleyindən bəhs edən Müharibə və Uşaqlar adlı videoçarx nümayiş olunub. In 1988 to 1989. Münaqişə olan bölgələrdə yaşayan uşaqlar haqqında hesabat təqdim edilib. Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da öz əksini tapıb. Beynəlxalq araşdırmalara görə hər 6 uşaqdan biri münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə bölgələrində yaşayan uşaqların sayı 10% olduğu halda bugün bu rəqəm təxminən 2 dəfə artaraq 19%-ə çatıb. Birinci və ikinci Qarabağ müharibələri zamanı uşaqlar da bu münaqişənin qurbanına çevriliblər. Xüsusilə Xocalı soyqırımı Azərbaycanlı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi acı reallıqlardan biridir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanatı səsləndirilib. Bəyanatda Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən Azərbaycanlı uşaqlar haqqında faktlar da yer alıb. Orxan Qasımlı, Vəfa Seyidova, ASTV Xəbər.